Bu test modal feillərlə bağlıdır. Birinci punktda it is going to rain. We have to take a taxi. Birinci punkt doğrudur. Burada have to modal feilidir. Have to o modal feillərdəndir ki, özündən sonra to hissəci ilə işlənir. Yəni feilin qarşısında özündən sonra gələn feillə have-in arasında to hissəci olmalıdır. Yəni birinci punkt doğrudur. İkincidə we must hurry or we will be late for the party. Burada must modal feilini görürük. Must modal feili özündən sonra gələn feillə birbaşa bağlanır. Yəni arada to hissəci işlənə bilməz. İkinci punktda doğrudur. Üçüncü sualda may I to take my dog in? May modal feili özündən sonra to tələb etməz. Sual formada da may ilə feilin arasında yalnız mübtəda işlənər. Yəni may cümlənin əvvəlinə keçir. Bildiyimiz kimi modal feillərin sual forması həmin modal feillərin cümlənin əvvəlinə keçməsi ilə düzəlir. May modal feili də özündən sonra to tələb etmədiyinə görə mübtədadan sonra birbaşa feil işlənməlidir. Ona görə üçüncü punkt yanlışdır. Dördüncü punktda həmçinin izahatı may modal feili kimidir. Can you to lend me some money? Burada can you to lend to olmalı değildi. To burada səhvdir. Can you lend me some money olmalıdır. Yəni can modal feili də özündən sonra gələn feillə arada to tələb etmir. Sual formada can, sonra mübtəda, sonra əsas feil işlənməli idi. Ona görə dördüncü punktda yanlışdır. Doğru variantımız I variantıdır.